Salam, salam əziz şagirdlər və valideynlər. Necəsiniz? İnşallah yaxşı olasınız. Neçə vaxtdır video çəkmirəm dərs haqqında. Ona görə çox bağışlayın. Çox işlərim olur qarşı. Ona görə. Bu isə kitabdan səhifə 35-də qayda var. Bu yeni bir qaydadır. Və bu qaydada hal çəkisini qəbul etməyə istəyirsiniz ki, əgər ki, bu qaydanı oxumusunuz, əminəm ki, mən isə bugün qayda çəkici və qaydalara aid çəkici tapşırıqlara aid. Düşünün lazım. Fərqləndirmə sözünün ismi hansı halında işlənib? Burada qeyd edən uşaqlar. Yazmış neydi? Bir, iki, üç. Burada uyğunlaşdıracaq ona görə. Bir, qürbət görünməyən adam vətən qədrini bilməz. Qürbət görməyən adam vətənin qədrini bilməz. Burada qeyri-müəyyən yəni çal. Şeydir yəni burada. İki, vətən borçlu deyil. Biz borçluyuq vətənə. Burada vətən borçlu deyil. Biz vətənə. Burada ardıqal olacaq. Yəni heç bir şey artırılmır. Burada B olur. Üstündə isə A olur. Biz vətəni seçmirik. Vətən bizi seçir. Qeyri-müəyyən tərsini çal. A variant. A. Keçdik. Baxın, bunu göstərirəm. Dəftərdə yazmışam. Dəftərə göstərərəm səliqəli formada. Burada xətlərini pozula bilər. Göstərərəm. Dəftərdə. B. Cümlələrdən birinci qaydını oxuyaq. Adlıq hal qeyri-müəyyən yiyəlik və təsirli hal. İsmin adlıq qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirli halının üstün şəkli yoxdur. Bu halları fərqləndirmək üçün kontekstə diqqət etmək lazımdır. Adlıq halda işlənən söz cümlədə əsasən subyekti, hərəkəsinin icraçısı bildirir. İdmançı qüzur və qazanılır. Qeyri-müəyyən təsirli halda işlənən söz obyekt bildirir. O kitab oxuyur. O kitabı oxuyur. O kitabı oxuyur. Bu belə ola bilər, amma bəli, bu olur. Qeyri-müəyyən yiyəlik çal, ismi birləşmə müntəfi olur. Hədəni çavarsın, qələmin pası, qələm pası. Bu da ola bilər. Qeyri-müəyyən yiyəlik və təsirli hallarda işlənən sözlər çoxla müvafiq çalışıcıları artırmaq ola bilər. Sonra bulaq suyu sərindir, bulağın suyu sərindir. Uşaq su içir, uşaq su içir. Burada təsirli haldır, yəni. Uşaqlar çiçək tapşırıq düşünməsi. Cümlələrdə altında xətt edilmiş söz ismi hansı hallarındadır? Kitab bilik mənbəyidir. Bəli, burada birinci adlıq, sonra isə yiyəlik. Yiyəlik. Kitab bilik mənbəyidir, kitab biliyin mənbəyidir. Bunu cümlə yəni alır, qeyri-müəyyən yiyəlik alınır. Bunu qeyri-müəyyən amma qısa formada yiyəlik alınır. İki, inşaatçılar burada körpü tikirlər. Bunu biraz çox qalın yazmışam, çox bağışlayın. Bir qulun, burada adlıq idi, adlıq. Burada yiyəlik. Burada qara qoyaq. Burada körpü tikirlər, təsirlər, körpünü tikirlər. Burada təsirli hal olacaq. Qeyri-müəyyən təsirli hal. 3. Uşaqlıq xatirələri əziz olur. Uşaqlığın xatirələri əziz olur. Burada yiyəlik.
Yiyəlik. 4. Zəng səsi məni yuxudan oyatdı. Zəngin səsi məni yuxudan oyatdı. Yiyəlik. Usta maşın təmir edir. Usta maşını təmir edir. Burada birinci adlıq. Ad, ondan sonra təsirlik. 6. Qala divarları qədimdir. Qalanın divarları qədimdir. Burada yiyəlik hal olur. Yiyəlik hal. Keçək C. C deyir ki, hansı söz birləşmələrini birinci tərəfində yiyəlik hal şəkildə əlavə etmək olar. Mən bu kitabın üstündə işləmişəm. Yəni, özüm işləmişəm və sizə göstərərəm. Yəni, narahat olmayın. Niyə burada yazılar var? Öz kitabımdır, yəni. Hansı söz birləşməsinin birinci tərəfində yiyəlik hal şəkilləri əlavə etmək olar. Qış fəsli, burada yəni bu ola bilməz, qış fəsli, qışın fəsli ola bilmir. Valideyn qayğısı, elə qayğısı olur, burada olur. Meyvə şirəsi, bəli, burada meyvənin şirəsi olur. İstirahət günü, istirahətin günü olmur. Burada kitabın özü olur. Rəsm əsəri, rəsmin əsəri, rəsmi yox, olmurdu. Keçdik Ç-yə. Ç. Cümlə qeyri-müəyyən təsir halında olan ismi müəyyən edir. Həmin ismi əvəzində o, bu, işarə əvəzində birinə artıq cümlələr yenidən yazılır. Bu hansı mənim dəyişiklik baş verir? 1. Gülay kitabxanadan o kitabı aldı. Aha, keçək ikinci. Biri yazdı. Burada kitabxanada o kitabı deyə, bunu yazmışam. O kitabı aldı. Buna ancaq ondan o şəkil atılırsın. 2. Polad yarışda medal qazanıb. Burada yazacaq. Polad yarışda medal qazanıb. Bu medalı qazanıb. Bu da indi əşya deyə bu deyir. Bu medalı qazanıb. 3'ü de yazdı. Keçdik 3'ə. 3'ü deyir ki, biz halçı toxuyuruq. Nə olacaq burada uşaqlar? Biz bu halçanı toxuyuruq. Toxuyuruq yazılıb burada. Toxuyuruq. Biz bu halçanı toxuyuruq. Stop. Bu dəftərə göstərəcəm. Burada hansıları yazmışam? A, B, C, D yazmışam. Yəni C-nin elə qısa var. C elə burada altına xətt çəkilər yaza bilərsiniz. Buyurun yazın. Aha.
Siz yazına qədər belə oxuyun. D. Qeyri-müəyyən təsirli halda olan ismin cümlənin əvvəlində işlədin. Bu zaman hansı dəyişik baş verir? 1. Nənəm nağıl danışır. 2. Səbətdən alımı götürdüm. 3. Kombayn taxıl biçir. Yəni başa yazmışsınız. C-də. Ancaq C-ni yazmaq istəkdirə. Onu qısa cavablayır. Altına xət çəkimləri yazsınız. Birinci fikir verək ki, nümunədə sayəmizdə nümunə var. Aygün dostuna məktub yazır. Məktubu Aygün dostuna yazır. Bu heç cümlə alınmır. Cümlə və ya alınmır. Bu cümlə alınır. Aygün dostuna məktub yazır. Bu daha yaxşıdır. Belə də ola bilər. Yəni nənəm nağıl başlayın. Nənəm nağıl danışır. Nə var ki, uşaqlar, necəyik? Hansı yanıma o yer var ki, nənəm nağılı danışdı. Nağılı danışdı. Yəni burada yer dəyişmə, nağılı nənəm danışdı. Yəni olmur, yəni burada yer dəyişmə, əsas içində üçlü olacaq. Yəni səbətdən alma götürürüm. Almanı səbətdən götürdüm. Bu daha əla və intensiv cümlə olur. 2. Yəni bu yer yoxmuş. Yer yoxsa o. Deyən görək. Hardan yazaq, düşünək. Yazaq burada. Almanı səbətdən götürdüm. Üç. Kombayn taxıl biçir. Yox, taxılı kombayn biçir. Taxılı kombayn biçir. Aha. Bu qədər uşaqlar, mövzumuz və mövzunun qaydalarımız. Gəlin görək. Burada Y tapşırıqla var. Az qalsı itirəcəyim. Y variantına baxaq. Y əvvəlki iki tapşırıqdan çıxış edildi. Qeyri-müəyyən təsirli olan isimlə adlıq halda ismi fərqləndirmək üçün qaydalar tərtib edin. Yəni feil arxadan işlənir. Feil arxadan işlənib. Bu qədərlik uşaqlar. Görüşünədək sağ olun, hələlik sağ olun. Bu qədər kimi olsun. Bu qədərlik like atıb abunə unutmayın. Yadına çıxamarsa heç vaxt unutmayın. Yorumlara dinlə başa düşməmişsə mənə deyə bilərsiniz. Oldu, sağ olun. Bir dəqiqə, birinci nə edəcəm? Sizə dəftəri göstərəcəm yazdığımı. Mənə yazdığımı xətti başa düşməyənlərə də göstərim. Buyurun, göstərərəm. Bəli uşaqlar, dəftərim yazdığım elə bunlar. İndi mənim dəftərimdə heç bir dəftərin olmayacaq təbii ki də. Çalışma A. Yenə də oxuyuram sizə görə. 1. Qürbət görməyən adam vətən qədrini bilməz. Bu da C olacaq. Qeyri-müəyyən yenilik hal. Vətən borcu deyil, biz vətənə borcuyuz. Bu da adlıq hal. Biz vətən seçmirik, vətən üçün seçir. Burada qeyri-müəyyən təsirli hal. Keçdi indi Ç'yə yox. B'yə gedək. Biraz sıra gedək uşaqlar. İndi uşaqlar, B tapşırıq elə buradadır.
Gəlin bir tapşırıq yazaq. Yazmışıq təbii ki də. Bəli, Sərhan danışır, kitab adlı kağıdadır, oxuyucum. Yəni, kitab bilik mənbəyidir. Kitab biliyin mənbəyi. Burada bilik, uşaqlar nə oldu? Burada kitab biliyin mənbəyidir. Biliyin mənbəyidir. Burada yəlik olur, kitabdır. 2. Körpü, təhsil yazımlarını oxuymuşaqlar. 2. İnşaatçılar burada körpü tikirlər. Burada körpünü tikirlər. Körpünü. Hansı haldadır? Təhsili kal təbii ki də. Körpünü. 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 3. Uşaqlıq. Uşaqlıq qoyaq. Uşaqlıq xatirələri əziz olur. Uşaqlığın xatirələri əziz olur. Burada yəlik hal, yəni köçürmək də deyil, yəni uşaqlar başa düşmək də əmələ gəlir. Bitirik. Keçisinə bax. 4. Zəng. Zəng səsi məni yuxudan oyatdı. Zəng, yəlik hal. Zəngin səsi məni yuxudan oyatdı. Yəlik hal olur. 5. Usta maşın təmir edir. Usta maşını təmir edir. Usta burada adlıq maşını. Nəyi maşını? Təhsil hal. Qala. Qala divarları qədimdir. Qala burada yəlik haldır. Yəlik hal. Yazmamışım burada. Biabçılıq. Hal sözü olmalıdır. İndi keçdik B-dən sonra mənə C. C-ni də yazmışdıq. Biraz sizə göstərmişdim. İndi keçək C-yə. Bəli, C. C-də isə bizim nə istəyir? Təbii ki də istəyir ki, demişdim, o bu əşyalarını əlavə edir və halı da əlavə etməliyik də. Mən yazmışam. 1. Gülay kitabxanadan o kitabı aldı. O kitabı. Hansı kitabı? İndi o keçməmişik. O kitabı olur. Həm burada onu əlavə etdim, həm də təsirli hal. Burada halı da qeyd edim. Etməmişəm. Təsirlik hal. 2. Polad yarışda bu medalı qazanıb. Polad bu medalı qazanıb deyəndə hansını əlavə etmişik? Təbii ki də bu medalı. Hansı medalı? Burada təsirlik. Burada nə lazımdır? Təsirlik. Yazmayın uşaqlar. Ümumi yazın şeylə qısaca, konkretlə. Nasıl ki, bunu üstündə yazıram. Hamısı təsirlik haldadır. Haldadır. Hamısı təsir haldadır. Təsir hal o kitabı, mühür edalı, bu halçanı, burada da əlavə etdik. Bu halçanı. Yəni ki, hamısı başa düşünür. Yəni, bunu da silib ki, mani olmasın. Bax, görürsün, yaza bilərsiniz deyə. Bunu da axtar xət şəkillərimizdə edib, silək. Əlavə etdiklərimi yazın, yəni. Yəni, bunu niyə sildim mən sizdən olur. Bunlardır. Mən qararla deyim. O xalçanı, o medalı və o kitabı. Bu günlük bu qədər uşaqlar, şagirdlər. Görüşürük, sağ olun, sağ-salamat qalın, özünüzə yaxşı baxın. Bu günlük bu qədər, görüşərək. Like atma, abunə olmayı, nəyi başa düşmənizsə, narahat olmayın. Tez mən yanına salın, mən üçün cavablandıracağım. Bu günlük bu qədər, görüşürük.